Son vaxtlar Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra qurumlarda, o cümlədən kitabxanalarda çalışanların ixtisara salınması barədə məlumatlar yayılıb. İddialara görə attestasiya adı altında çox saylı kitabxana işçisi işdən kənarlaşdırılır. Bir xəbər media Günün Səsi info isnadən xəbər verir ki, attestasiyadan keçməyən kitabxana işçilərinə Nazirlik tərəfindən xəbərdarlıq mesajları göndərilib. Mesajda onların həftənin birinci gününədək öz istəkləri ilə işdən çıxmaq barədə ərizə yazmaları tələb olunur. Mesajda bildirilir ki, göstərilən müddətədək könüllü istefa ərizəsi təqdim etməyən əməkdaşların əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək. Məlumatı təqdim edən şəxslərin sözlərinə görə işçilərə 70-ci maddə ilə işdən çıxaracaqları bildirilməsi onlarda ciddi narahatlıq yaradıb. Onlar hesab edirlər ki, bu əsasla əmək münasibətlərinə xitam verilməsi gələcəkdə yeni iş tapmaq imkanlarına mənfi təsir göstərə bilər. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə göndərilən sorğuya cavab olaraq bildirilib ki, attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə uyğun hesab edilməyən əməkdaşlarla bağlı məsələlər qanunvericiliyin tələblərinə uyğun və fərdi qaydada həll edilir. Belə hallarda əmək münasibətlərinə əməkdaşın öz təşəbbüsü ilə ərizə verməsi və ya işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinin tətbiqi əsasında xitam verilə bilər. Hər bir halda əməkdaşların qanunvericiliyi ilə müəyyən edilmiş hüquq və təminatları qorunur deyə Nazirlikdən qeyd olunur.